mən Həsənov Sübhan, İkin düşən Həsənov Turanın yaxın qohumu, Həsənov Ağadədənin əmsiyəm. Bu medialarda, sosial medialarda yayınlarla bağlı nə kimi? Yayımlarla bağlı mənim iradım var. Yəni, yalan məlumatlar çox paylaşılıb. Yəni, itkin düşənlər hələ tapılmayıb. Biz yaxın olaraq heç bir xəbərimiz yoxdur. Aidiyyəti orqanların heç bir xəbəri yoxdur. Aidiyyəti orqanlar mənə yığıb deyirlər ki, gözünüz aydın itkinlər tapılıb, sosial mediadan görürlər. Amma yalan məlumatlara görə. Mən xahiş edirəm, bu yalan məlumatlar mediadan yığışılsın. Mənim axtarışlarım, bizim Azərbaycanın axtarışları davam eləsin. İran İslam Respublikasında Davam Nazirimizdən xahiş edirəm. Xarici İşlər Nazirliyinə xahiş edirəm. Çox güman ki, bizim bir gümanımız var ki, bunlar İranın suyundadılar, İran tərəfindədirlər. İrandan xahiş edirəm, bizə dəstək olunsun, bizə kömək olunsun. Cənab Nazirimiz xahiş edirəm, bizdə axtarışlarla bağlı İranda bizə dəstək olsunlar, bizə kömək olsunlar. Sosial medialarda paylaşır, gör, siz özünüz danışmışsınız, onlar xəstəxanadadır. Xeyr, belə bir məlumatlar hamısı yalandır, yalan ifşadır, cəmaatı coşdururlar, axtarışları təxliyə salmaq istəyirlər. İstəmirəm mən, axtarışlar dayansın, xahiş edirəm, axtarışlar davam eləsin. Ümumiyyətlə, bu gün axtarışlar gəldi, fövqəladə? Bəli, fövqəladə gəlibdir. Bizim Xəzər sahili boyunca axtarışlar Xəzər dənizin 40 mil, 45 mil dənliyində də davam edirdi. 2 dənə hal-hazırda gəmimiz Xəzər dənizində dayanmadan axtarışlar edir. Fövqəladə Hallar Nazirliyinin xilas etmə kiçik qayığı davam edir. Axtarış edir. Helikopter gəlmişdi. Bəli, helikopter gəlmişdi. Dünən də helikopter bizə dəstək edir. Helikopter bütün çəkilişləri götürüb, koordinatları götürüb Bakıya təhvil veribdir. Biz xahiş edirik, bizə İranla bağlı bizə çoxlu dəstək gəlsin. Ümumiyyətlə, onların gedəndə kompası, bəli, onlardan heç bir əlamət yoxdur. Su üzündə heç bir əlaməti yoxdur.